Salam, hörmətli izləyicilər. Vətəndaşlar müraciət edə bilir ki, sosial yardımçı müraciət etmişdim. Komissiya gəldi baxdı. Həyatında toyuğu gördü, inəyi gördü, qoyunu gördü və mənə imtina verdi. Mən hüquqşünas Zaur Seyidzadə bununla bağlı bir vacib məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Nəzərə alın. Qanunla qadağandır ki, toyuq, inək, qoyun, bura belə deyək də, ailənin gəri kimi hesablansın. Yəni buna görə imtina verə bilməz. Əgər verirsə qanunsuzdur. Nəzərə alın. Hörmətli izləyicilər, eyni zamanda qeyd edin ki, əgər məsəl üçün ailədə 4 nəfərsizsə, sonra da 5-ci nəfər gəlibsə, məsəl üçün ola bilər ailə qurasınız, gəlin gələ bilər, gəlin işləyə bilər və yaxud belə valideynlərinizdən hansısa biri belə gəlib artıq sizinlə yaşaya bilər sonradan və yaxud da hansı bir qardaş bacınız ola bilər, əlilliyi olan şəxs ki, gəlsin sonradan sizinlə yaşasın, qulluq edəsiniz. Bu barədə Sosial Müdafiə Nazirliyinə yəni xəbər verməlisiniz. Hardan sosial yardım alırsınız ki, artıq biz 4 nəfərdir, 5 nəfərik və gəlirimiz də bu qədər pensiya alır. Məsəl üçün həmin şəxs verməsi o halda qanunsuzdur. O ki, qaldı bu heyvandarlıqla bağlı məsələyə qeyd edin ki, hörmətli izləyicilər, əgər siz istəyirsiniz ki, mən onun izahını verim ki, nəyə görə qanunsuzdur, nəyə görə sizlə tələb edə bilməzlər ki, neçə də toyuq var, neçə də qoyun var, neçə də inək var. Bu videonu bəyənin, kanala abunə olun. Əgər 1000 bəyənmə gəlsə, 200 də abunə gəlsə, mən bu barədə geniş bir video hazır edəcəm. Hardasa bir 20 dəqiqə yaxın baxa bilərsiniz. Amma bunu paylaşın, qoy hamı bilsin ki, yəni insanlardan belə deyək, qoyuna görə, toyuğa görə, inəyə görə məhdudiyyət qoya bilməz. Və sən məhdudiyyəti də yoxdur orada. Nəzərə alın, hörmətli izləyicilər. Eyni zamanda onu qeyd edin ki, yəni siz müəyyən hallar var ki, məhdudiyyət yalnız ona görədir ki, maşın varsa, gəlib baxırlar, deyir ki, evdə məsəl üçün xaladenik var, televizi var, mebel var. Bunlara görə məhdudiyyət qoya bilməz, hörmətli izləyicilər. Nəzərə alın, əsas məsələdən biri budur. Qoy hamı bilsin. Əgər bunun geniş izahını istəyirsinizsə, dediyim kimi, videonu bəyənin, qoy hamı bilsin. 200 abunə, 1000 bəyənmə yıxsam, geniş bir məlumat verəcəm sizə. Yəni, deməkdə məqsədim odur ki, indiyənə qədər aldadı və aldanmıyorum. Bir dənə bir şey deyim, hörmətli izləyicilər. Gəlib Sosial Müdafiə Nazirliyinin işçiləri sizin evi çəkirlər. Əvvəldən axıra qədər, komissiya gəldiyi zaman. Bu, yalnız sizin razılığınız əsasında ola bilər. Razılıq vermişsiniz, çəkə bilməz. Nəzərə alın, mütləq qaydada, hörmətli izləyicilər. Bir məsələ də budur. Yəni, bir, qeyd edin ki, sosial yardımla bağlı və digər məsələlə bağlı hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən hüquqşünas Zaur Seyidzadə həftənin 7 günü fəaliyyət göstərirəm. YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquqi məsləhətin verilməsi 10 manatdır. Amma ayın axırına qədər kampaniya edəm. Kimin imkanı nəyə çatar, ödəniş edək, məsləhət ala bilər. Ona görə ki, məqsədim ondan ibarətdir ki, mən özüm əlilliyi olan şəxsən əl arabasındayam. İstəyən əlil dostlarımın əl işini satırım. Ona görə iyanə yığıram. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydada. Bir daha qeyd edirəm ki, sosial yardımla bağlı daha dəyərini incələyib bilmək istəyirsinizsə, videonu bəyənin, YouTube kanalına abunə olun. 200 abunə olsa, 1000 bəyənmə olsa, mən bu barədə video hazır edəcəm. Hörmətli izləyicilər. Əgər incəliyələr var ki, Sosial Müdafiə Nazirliyinin əməkdaşları vətəndaşlara demir və vətəndaşlar da bu barədə bilmir. Hörmətli izləyicilər, nəzərə alın. Ona görə kimin nə sualı varsa buyursun versin. Mən də cavab verim. Əgər yox, ümumi istəyirsinizsə, yəni ödəniş etmədən videonu dediyim kimi bəyənin. Onda pulsuz yəni məlumat verəcəm. Hardasa dediyim kimi bir 20 dəqiqə yaxın video olacaq. Baxarsınız. Mən demək olar ki, hər gün video qoyam. O abunə sayı yığmaq sizdən asılıdır. Onu bir günə də yığa bilərsiniz, bir həftəyə də yığa bilərsiniz. Nə qədər tez yığdınız, bir o qədər də tez video qoyacağam. Hətta bir gün də yığa bilər, onda da mən, yəni belə deyək, sabaha yeni video hazır edən geniş məlumatlarla. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Abunə olmağı unutmayın. Sağ olun.